Salamünaleyküm, mən bugün yenə sizlərlə sağlamlıqdan danışmaq istəyirəm, xüsusən bankların insan sağlamlığına təsiri. Bəli, mən keçən roliklərimdə bu haqda danışmışdım, heyf ki o kanal bağlandığından mən yenidən danışmaq məcburiyyətindəyəm. İnsanlar müasir dövrdə bütün problemlərini bank vasitəsilə həll etməyə çalışırlar. Sanki iqtisadi problemlərin bütün hamısını banklar vasitəsilə həll etməyə çalışırlar. Bunun da sonradan çox ağır fəsadları olur. Müasir dövrdə insanlar elə fikirləşirlər ki, bankdan götürdüyün pul kiminsə dövlətin puludur, ya kiminsə. Sovet hökuməti dağılanda 90-cı illərdə deməli insanlar subsidiya götürər və yaxud su da götürər və nə bilim kredit götürər və Sovet hökuməti dağıldı, banklar da çöktü, qaytardıqları cüzi məbləğ oldu. Ancaq müasir dövrdə deməli kapitalizm dövrüdür. Bank insanlar bilin, bank pul satır. Onun satacağı başqa bir məhsul yoxdur. Və bunu da insanlar alanda fikirləşir. Siz bankdan aldığınız pulu qəpiyinə qədər artılaması ilə, faizi ilə belə ödəyəcəksiniz. Bunu hər kiçik bir məsələlər üçün, kiçik bir problemlər üçün bankdan kredit götürür. Mən adamlar tanıyıram ki, həyatını bankda keçirirlər. Yəni bu adamların bütün əsəbi, nevroloji durumları da yaxşı ola bilməz. Çünki bu daimi düşüncəsi, fikirləri, mənfi fikirlər və düşüncələr daimi problemlər içində insanlar boğulub yaşaya bilməz. Bu psixoloji durumu demək olar ki, zəiflədir və insanlar psixoloji durumu zəifləyən insanın xəstəlik demək olar ki, tez tutur. Xəstəliklər insanları psixoloji durumundan asılı olaraq sağalması da bəzən mümkün olmayan xəstəliklərə çevrilir. Onun üçün də çalışmaq lazımdır. Lüzumsuz yerdə banklara müraciət etməmək, tək bank deyil, ümumiyyətlə vəsaitiniz hesabına yaşamaq, insan qane olduğunu, aza qane olmağa bəzən insanlar bacarmırlar müasir dövrdə. Hamı istəyir ki, kiməsə özünü göstərsin, kiməsə daha böyük, daha bir görürsən kreditlə, telefonu da kreditlə al, maşını da al, evi də al. Yəni insanlar bəzən biznes məsələlərini yadından çıxar, adi eşidirlər ki, kimsə kredit götürdü, nəysə iş gördü. Bəzən insanlar onu səhv salıb gedir, kredit götürür, ev alır və yaxud kredit götürür, maşın alır və yaxud da telefon. Ən bahalı telefonları belə insanlar kredit vasitəsilə əldə eləməyə çalışırlar. Bunun isə sonradan böyük ağır fəsadları olacaq. Tezi geci var. Təkcə baxır nə vaxt.